Salam əziz izləyicilər. Bax bu torpaq, bu həyət satışdadır. Küçəsi budur. Bax irəlidə də sıra ilə 5 ev tikirlər. Yuxarıda da tikinti var. Hər tərəfi evdir, yaşayış sahəsidir. İşıqdır, sudur, qazdır, telefondur, internet hamısı. Giriş isə budur. Buradan. Bu arkadan giriş hissədir. Arkadan 10 metr belə enidir. 10 metr. Bu da həyətin içərisidir. Burada 10 metrin 30 metrə. Axıra kimi o daş hasara kimi gedib çıxır. Bu ərazilər hamısı satışda. 10 metrin 30 metrə. 3 sotdur, sənədlidir. Kupça, bütün sənədlər qaydasındadır. 3 sot torpaqdır. Real faktiki 3 sot yarımdır. Sənəddə 3 sotdur. Bax o daş olan ərazi də əlavədir. Bax bu daş olan ərazi əlavə düz axıra kimi. Bu axır tərəflərdə də artırmaq olar buradan. Əlavə artırmaq olar. Yerdə düz yerdə, hazır yerdir. Əlavə burada nəsə planirovkaya iş aparmağa ehtiyac yoxdur. Bu da arkasıdır. Girişdir. Qabağında da burada 5 metrdən çox yer var. Artırmaq üçün nəsə dükan tikmək üçün, hansısa obyekt tikmək üçün bax burada qarşısında da yer var. Bax burada. Burada qarşısında da yer var. Dediyim kimi orada da tikinti gedir. Burada da bax yeni evlər tikilir. Küçəsi budur. Maşın dayanan. Burada da evlər tikilir. Yuxarıda da yeni tikinti başlayıb. Bax, həyət burada. Sol tərəfi də evlərdir. Sağı, solu evlərdir. Bu da yoldur. Küçədir. Burada da tikinti gedir dediyim kimi. Yanaşı 5 dənə yeni ev tikirlər. Küçə də belədir, bax. Küçə belə daşlı küçədir, bərkdir. Bu tərəfdə gedən yolda, həyətə gedən yolda budur.